İmtahan mərkəzində verilmiş belə bir məsələyə nəzər yetirək. Qlobusda ekvatorun uzunluğu 80 sm verilmişdir deyir. Bu zaman qlobusun miqyasını hesablayın deyir bizə. Gəlin baxaq görək bu məsələni biz nə cür həll edirik. Birinci növbədə biz ekvatorun uzunluğunu bilmək lazımdır ki, ekvatorun uzunluğu 40.076 kilometrdir. Amma biz bunu bu tip məsələlərdə ekvatorun uzunluğunu necə qəbul edirik? 40.000 kilometr kimi qəbul edirik. Bu bizim ekvatorun uzunluğu olduqdan sonra bu isə ekvatorun uzunluğun xəritədə verilmiş, yəni xəritədəki məsafəsidir. Bu isə həqiqi məsafəsidir. Biz nəyi hesablamalıyıq? Miqyası. Gəlin görək, yadımıza salaq, miqyası necə tapırdıq? Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə. Bu zaman biz nə edirik? Həqiqi məsafəni, yəni verilmiş 40.000 kilometri bölürük xəritədəki məsafəyə, yəni 80 sm. Bu da bərabər eləyir. Baxın, 40.000-i 80-ə böləndə 500 edir. Buradan sıfırları silərik. 40-ın içində 85, 500 edir. İndi baxın, bunu biz necə yazırıq? Miqyas kimi yazanda 1 bölünsün 500. Əgər biz kilometri bölmüşüksə, aldığımız rəqəmin sonuna yenidən 5 dənə sıfır əlavə edirik.